Mən demirəm olmaz, olar. Sən istəsən olar Rəbbim. Mən demirəm dolmaz, dolar. Sən istəsən dolar Rəbbim. İstəməsən qınçaların boynu qalar çiynində yarım yaylaq olar eşkim yaz yaz deyər solar Rəbbim. Sən istəsən ürəklərin çol bitirməz ətəyində qaynar çeşmə, ağlar bulud, bulaq başın bular Rəbbim. Sənsizlikdə qısır ətək, yaza gülməz, çol bitirməz, bulud çökmüş bəbəhlərim, bulud çökmüş bəbəhlərim ətəyimi sular Rəbbim. Sən istəsən doğularam yeniliklər ətəyində, sənsizlikdə barmaqlarım həsrət saçın yolar Rəbbim. Hər yerdə dərd vardır, dərman da vardır. Və xalqın dərdinə acıyanların yanında təbiblik iddiası eləyənlər də az deyil. İlk əzəldən belədir və belə də olubdur. Doğru ilə oğrunun rəhləri bir olduğuna görə əyrilər də at gəzdirməyə meydan tapıblar. Dərdə dərman söylədi, hardasa mən, tula tək, güdməlisən quyruğumu. Dərtli dərman qapısını çalmalıdır. Dərdə görsənməyib heç yanda umu, yəni intizar. Hər tərəfdən söylədi, dərd məni, oxuyan olsa həman dərdəm mən. İki tərəfdən də dərd oxunur. Tərsədən, get özünü sən də oxu. Dərdi əmsiz eləyən namərdsən. Dərmanı axirdən oxuyandan namərd olar. Bilməyib dərdi təbiblik eləyər minlər əlif qəddi yumaq. Dərdə əmsiz eləyər tərsəliyi, əmdirər dərdliyə bir ömrü sumaq. Belə də demək olar ki, bu təbiblər, donunu oğurlayanlar, o uşaqlar nağırlarındakı əl çatmaz qəlalçələrdə yaşayan devlərə taydılar ki, arpanı itin və sümüyü atın qabağına töküblər və tökürlər. Onlar həmişə bağlı qalmalı, rəzalət, pislik, təkəbbür, riya qapısını açıq və açıq qalmalı, mənaət, bir üzlülük, doğruluq qapısını bağlı qoyublar. Yəni onlar Qur'anda işarə olunan kimi qapının yerinə damdan evlərinə ənirlər. Və onların bu işləri əmni qapılarını tanınmaz eləyir. Ey bəsa iblis Adəm ruy həst, pəs be hər dəsti nəbayəd dad dəst. Sayın dinləyicilər, görürlər ki, işıq paylı qədimlər dərdi də, dərmanı da yaxşı tanıyırmışlar. Və elə bu düşüncənin əsərindəymiş onlar yüzlər quraşdırdıqları nağıllarda bunca dərinliyə əl tapıbdılar. Onlar bir balaca nağılda devin sasımış niyyətini gözü bağlı uşaqlarına oxutduran yerdə, onlar bir balaca nağılda devin sasımış niyyətini gözü bağlı uşaqlarını oxutduran yerdə hansı bir qapının açıq olmasını da görsədiblər.
İnsan dedik ki, müteal Allahın məsnəvisidir. Və məsnəvi kimi əsərlər də insanın qəraətini dəyişdirənlərin yaramaz əllərini açıb oxutdurandılar. Mavlanalar nəfsin qarayazı taxtasının üstündə ağ yazmağı öyrədiblər və öyrədirlər. O kişi tozlu torpaqlı, əlində bir su məşki bulaq başından yetişdi. Gördülər ki, o gördü ki, kəndin əhli zarıltı azarına düşüblər. İşin nə olduğundan xəbər tutdu. Dedilər, bu çayın suyu hamını bu günə qoyubdur. Hoyxan musafir dedi, o sudan mən də doyum qarın içmişəm. Çanağımı da doldurmuşam. Görürsünüz ki, olduğumdan da sağlamam. Nə kəndin əhalisi müsafirin sözünə inandılar və nə də müsafirin gönülü azarlandıran axan çaydan bulandı. Nə onlar çeşmənin gözünü tanıyırdılar, nə də müsafir məsirində qadabəlaya tuş gələn çayı. Onların aralarında bir görünməz hail duvar vardı ki, onları bir-birisinə oxunmaz və inanmaz eləyirdi. Mərəcil bəhrəyni la yəltəqiyən. Bir ayrısı yoldan yetişdi. O müsafirin firiştəliyinə kövrəli bağladı və əhalinin də yazıqlıqlarına dərindən bir ah çəkdi. Axər, elm ilə qeybin, yəni iki dəryanın üzgüncüsü təhcə eləyə bilər. İki dəryanın üzgüncüsü təhcə eləyə bilər. Dərdə məhrəm olsun. Və elə buna xatirdir ki, həqqə bitən peyğəmbərlər bəndəliklərini bütünlüklə nəmayişə qoymaqdan ötür, dərdli xalqın içində yaşamağa qatlaşmalıdırlar. Mövlana Peyğəmbərlər məktəbinin ərdəmli şagirdi yaxşı bilir ki, su başdan bulanmayıbdır və məsumluğu bu bulaşıq çaya qaytarmaq çətin də olsa olmayan deyil. Məsnəvinin 5-ci dəftərində yaramaz ovçu, xumar gözlü ahunu ulaqların, eşşəklərin axuruna bağlayıbdır. Ulaqlar yeyib xəşələnəndən sonra atmacasına ahuya ki, gözləri samanın acı tozundan acışmışdı, deyirlər fil burnundan düşməyibsən ki, yeda duvarsız biyabanın pöhrə yemini, duvarsız biyabanın pöhrə yemini yiyən və pöhrə yeminə naz eləyən ahu dolxsanır və ürəyində onlara deyir, gər fələk əndəxt mavradər əzab, keyrəvədən təb-u xuy müstətab. Gər gəda gəştəm, gəda ru keyşəvəm, ər libasəm köhnə başət mən novəm. Gər fələk qoydu məni işkənciyə, qonmadı təbim quşu əskikliyə, salmaz əmnən əski don olsam mələk, gər diləndirsə məni dar göz fələk. Dilənç olmaq ayrıdır, dilənçi sifət olmaq ayrı. Sənin duzağın içərindir. Sənin duzağın içərindir, mənim duzağım eşiyim.
Mənim yolumu boğan qəfəsdir, sənin yolunu boğan aldığın nəfəs. Mən qıçlarımdakı zənciri sürməkdə, sən də zəncirə dönmüş həyatını sürü. Sürü, sürüyək gözətçim. Yavr olur hər kəs mənə bir zənn ilə, yox işi sinəmdə odlu sidr ilə. Leyk naləmdən deyil sırrım uzaq, görməməzlik gözlərə olmuş tuzaq. Mevla görəlim neylər, neylərsə gözəl eylər.